Hamar mail müstəvi üzərindəki mənfi yüklü tircik A nöqtəsindən sərbəst buraxılır və B nöqtəsinə çatır. Düzbucaq təpəsindəki müsbət yük tərpənməzdir. Mail müstəvi boyunca hərəkət müddətində fiziki kəmiyyətlər üçün Eyler-Venn diaqramında uyğun məddləri müəyyən edin. Fiziki kəmiyyətlər, yəni dayağın reaksiya qüvvəsi və Kulon qüvvəsi. Deməli, mail müstəvi üzərində olan cismə təsir edən reaksiya qüvvəsi mg kosinus alfa düsturu ilə müəyyən olunur. Mail müstəvinin üfüqdən olan bucağı tirciyin hərəkət zamanı dəyişmədiyinə görə reaksiya qüvvəsi də dəyişməməlidir. Ancaq burada ikinci bir qüvvə, Kulon qüvvəsi var. Kulon qüvvəsi səbəbindən reaksiya qüvvəsi dəyişmiş olacaq. Deməli, Kulon qüvvəsi müsbət yükə doğru olmuş olacaq, mənfi müsbətə doğru cəzb olunur. Deməli, tirciyin hərəkəti zamanı, bax bu məsafə, 2 hündürlük, bax bu məsafələrdən daha qısadır. Deməli, bu nöqtədə Kulon qüvvəsi daha böyükdür. Deməli, bu hissəyə qədər Kulon qüvvəsində artma, sonrasında azalma olacaq və bu nöqtədə Kulon qüvvəsi reaksiya qüvvəsinin əksinədir. Burada Kulon qüvvəsinin səthə perpendikulyar toplananı ilə reaksiya qüvvəsinin üzərinə gəlinirsə, burada tamamı reaksiya qüvvəsinin üzərinə əlavə olunur. Deməli, eyni ilə reaksiya qüvvəsi də bu nöqtədə ən böyükdür. Deməli, əvvəlcə artır, sonra azalır bəndi, deməli, hər ikisinə aiddir. Gördüyü iş hər an sıfıra bərabərdir. Deməli, reaksiya qüvvəsi tirciyin hərəkət müddətində həmişə ona perpendikulyardır. Deməli, gördüyü iş hər an sıfırdır. Bu reaksiya qüvvəsidir. Və eyni zamanda hər an səthə reaksiya qüvvəsi perpendikulyardır. Vahidi Newtondur. Qüvvələr, iki qüvvənin vahidi Newtondur. Yalnız bir nöqtədə səthə perpendikulyardır. Deməli, Kulon qüvvəsi yalnız bax bir nöqtədə səthə perpendikulyardır. Qalan hallarda səthlə müəyyən bir bucaq əmələ gətirmiş olur. Deməli, 1-ə 2, 3, oxşara 1, 4, 2-yə də 5. Y bəndi.